Tez qəbul oluna biləcək işlər var yoldaşlar. Mənzilcə az şərtli, yəni normalda çox şərti olan, amma bəzi şirkətlərdə isə az şərti olan, yəni sizə qarşı çox həddlər qoymayan, belə deyim, meyararı olmayan işlərdən bəhs etmək istəyirəm. Bu kimlərə sərf eləyə bilər? Adətən bu işlər təhsil işi düzəlmək istəyən şəxslərə sərf eləyə bilir. Gəlin sizə o işlərdən bəhs edeyim, bir neçəsindən. Qeyd edim ki, mən bir neçəsindən bəhs edəcəm, Allah qoysa, yəni hamısından bəhs eləməyəcəm. Ona görə də düşünməyin ki, olanlar eləcəmi bunlardır. Deməli, misal üçün, məlumat mərkəzi üzrə operator işi var yoldaşlar. Burada özdə perspektivi də var, yəni operator olaraq işləyib, sonra baş operator, sonra qrup rəhbəri, sonra növbə rəhbəri ola bilərsiniz. 2 növbəlidir, 2 gün iş, 2 gün istirahət olan 12 saatlıq bir işdir 9-dan 9-a. Sabit əmək var və üstə gəldə keyfiyyət və effektivlik üçün bonusu da var. Tələbləri nədir? Heç nə. Düzgün nitqiniz olsun, şifahi və yazılı, kompüter bazarınız olsun və onlayn ünsiyyətlə işləmək bazarınız olsun. Varsa bu bacarıqlarınız müraciət edə bilərsiniz bu işə. Kredi Agro şirkətində olmalıydı bu. Dedim də deyəsən, düzdürmü? Bir də mən dəqiqləşdirim, bir də təkrar baxım. Bəli, Kredi Agro təşkilatındadır, şirkətindədir daha doğrusu. Sonra ateşkəs sığortada iş var yoldaşlar, sığorta məsləhətçisi işi var. 18-45 yaşlı şəxslər üçündür. Fərq eləmir cinsiniz, təcrübədə tələb olunmur. Bu işə müraciət edə bilərsiniz. 5 günlük iş rejiminə malikdir. Bundan əlavə başqa bir şirkətdə də sığorta məsləhətçi işi var. Burada isə 55 yaşa qədər də götürə bilirlər. Orta yaşlı şəxs olmalısınız. Global FC şirkətindədir. Burada misal üçün əmək haqqısı bəllidir, 400-600 manatdır, amma satışların həcminə əsasən də artan gəlirləri var. Belə bir variant da var yoldaşlar. Bundan əlavə təcrübə proqramları var. Onlardan bir neçəsindən də bəhs etmək istəyirəm. Misal üçün 22-32 yaşlısınızsa, xaricdə təhsil üzrə təcrübəçi işi var Bilgin Akademiyada. Tələbi budur ki, ali təhsilli olun, ofis proqramlarında sərbəst bilin, xanım olun. Sonra misal üçün inzibati işlər üzrə də təcrübəçi işi var. Bəylər üçündür. Bu 3 aylıq təcrübə proqramıdır. Ali təhsillisinizsə müraciət edə bilərsiniz. Bunun misal üçün yoldaşlar, bu avant qrupdadır. Bunun misal üçün elə bir təcrübəsi olmayanda birbaşa elə adi variantı da var, inzibatçı işi. Konto.com-da orada misal üçün 700 manat verir, 20 yanvarda olmalıdır. Sonra korporativ satış üzrə də təcrübəçi işi var. Xanımlar üçündür, ali təhsil tələb edir. Yüksək ünsiyyət və təqdimat bazarınız varsa, bu işə müraciət edə bilərsiniz. Belə bir iş imkanı da var. Sal R2 qrupdadır. Sonra dediyim kimi inzibatçı işi var, Konto.com-da 20 yanvardadır. Bax, buna da müraciət edə bilərsiniz. Ali təhsillisinizsə, ofis proqramlarında işləmə bazarınız varsa, komandada işləyə bilirsinizsə, bu işə müraciət edə bilirsiniz. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə, əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Siz bu videonu YouTube-da görürsünüzsə, videonun adında qeyd olunubdur əlaqə vasitəsi. Yox, əgər TikTok-da görürsünüzsə, o zaman Toğrul Əzəv sözünə toxunun, kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.